Salam, bu günləri mən sizə bu alət haqqında məlumat vermək istəyirəm. Mən bunu 3-4 ay bundan qabaq almışam və mən bunu Temudan almışam. Sözün düzü razı qaldım, yəni buna. Razı qalmadığım bir şeydən, yəni mən qorxaram başqa insana məsləhət verməyə. Çünki düşünərəm ki, o insana zərər verərəm, yəni necəsə. Özüm yəni istifadə edib, bunu yaydan istifadə edirəm. 3-4 ay deyir müsəlmanın 3-4 ay üstündən xeyli müddət keçibdir. Deməli, necədir bu qızlar? Bunun üstündən basırsan və burada bir qırmızı olur, bir də ki mavi olur. Ki buradan gəlir işıqlar. Və həmçində 3 dərəcəsi olur. 1, 2, məsəl üçün 3 dərəcədə o. Hansı rejimdə qoymaq istəyirsən? Udarın rejimi, yəni 3-ə qoyanda bu çox güclü işləyir, yəni bu aparat. Mən bundan sözünüzü razı qalmışam. Deyin, niyə? Mən üzü ki, ümumi yuyandan sonra və üzü ki, ümumi nəmləndirirəm, serumlar və yaxud da kremlərdən üzümə çəkirəm, növbəli şəkildə. Məsəl üçün, mən tutub bir dənə kremdən mən mütəmadi olaraq çəkmirəm. Hər dəfə birindən istifadə edirəm ki, üzüm konkret olaraq bir şeyə örgəşməsin və üzümün aşınmasına gətirib çıxartmasın. Amma çalışıram ki, hər gün mütləq şəkildə nəsə edim ki, üzümün dərisi nəmli qalsın. Və mən 35 yaşındayım, heç vaxt üzümə hər hansı bir necə istədiyim, kənardan botoks və s. bu tip bir etməmişəm. Edənlərə hörmət edirəm. Etməyənlər isə düşünürəm ki, yəni ki, məni kimi öz seçimidir ki, yəni, amma kənardan həmişə çalışıram ki, üzümə qulluq edim. Bu, xırda-xırda insanın üzünə, həmin dəri hissəsinə ki, kremi vurandan sonra quru dəriyə məsləhət deyil, ancaq kremli olan bir hissəyə gəzdirirsən. Bu, balaca başlayır enerji vermələ. Hətta ki, adam özü hiss edir ki, dəri bir danışı üzün dərisini, sinirini deyim, necə belə yığır. Bu, əməlli hiss oluna bilən bir şeydir. Amma çalışmaq lazımdır ki, başlayanda az bir balaca enerjisindən başlamaq lazımdır ki, yavaş-yavaş bunu ən azından tuta biləsən. Və bunu da həftənin hər günü etmək olmaz. Bunu həftədə 2 dəfə, 3 dəfə ancaq istifadə etmək olar. Yəni ki, bunu üzə ki, hər şeyin çoxu, yəni bilirik ki, ziyandır. Hətta suyun özü belə çox içilməsi bədənə, orqanizmə ziyanda ağırlıq gətirir. Yəni ki, bu mavi deyilsə nöqtəvari verir verdiyi enerjini. Qırmızıda ümumi hər tərəfi verir. Mavidə isə bu, yəni ki, nöqtəvari verir enerjini. Verdiyi də nəyə xeyirdir? Elə bilin ki, dəridə kollagenin yayılmasına, aktivləşməsinə kömək olur, mimik qırışların yığılmasına kömək olur. Yəni ki, üzdəki mimik qırışların yaranmasının elə bilin ki, qarşısını alır bu. Və üzü, belə deyim də, dəri tonunun ümumi rəng tonunun bərabərləşməsinə, belə deyim də, ümumi, yəni ki, enerji verir ki, bütün dəri hüceyrələrinin yenilənməsi üçün aktivləşdirici rolunda olur, aktivatorda. Amma nəzərə alın, hamilə xanımlardır, onkoloji xəstələrdir və yaxud da dərisində, xüsusən də gənc yeniyetmə uşaqlar var ki, üzlərində məsəl üçün açıq səpkilər olur ki, bu yaş dövrünə uyğun olaraq ola bilir, düzü həkim nəzarətində olmalıdır. Səpkilər ola bilər ya da ki, ümumi açıq yaralı ola bilər. Qəti şəkildə bundan həmin o vaxt üçün istifadə etməyin. Amma normal bir dəri olursa ki, hansı ki, bilirsiniz ki, çapıq yox, bir şey yox. Çapıq dediyim, yəni ki, kəsik yoxdur, qan yoxdur, iltihab yoxdur və yaxud da hamilə deyilsiniz, yəni bilirsiniz ki, həmin o an üçün istifadə etdiyiniz an üçün təzyiqli deyilsiniz və s. Yəni bu şərtləri güdərək bundan istifadə edə bilərsiniz. Mən bunun çox xeyrini görmüşəm və yenə deyirəm, mənim videolarımın heç biri əməkdaşlıq videosu deyil. Çünki mən qorxuram nədən? Allahdan. Yəni xoşuma gəlməyən bir şey başqa insana heç vaxt tövsiyə etmərəm, incitmək istəmərəm ki, birdən mənim üçün ona görə mən bunu neçə ay istifadə edəndən sonra sizə də tövsiyə edə bilirəm. Belə bir qablaşdırmada gəlir. Düzü mən çıxartmışam korobkanın içindən, video üçün getdim korobkanı çıxartdım gətirdim. Düşünürəm ki, qablaşdırması da uyğundur. İçində də nazik USB kabeli var ki, zaryadkaya qoymaq üçün və buradan belə bir yerdən taxılır.